Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala Resulillah ve ba'd. Salamlayıram hamımızı Allah'ın salamı ilə. Sonra gözəl gecələrdə görüşmək Ramazan ayının bizim üçün Allah'tan bir lütfdür, Allah'tan bir fəzilətdir və ümumiyyətlə bizim bu aya gəlib yetişməyimiz özü böyük bir hadisədir. Çünki neçə insanlar bu aya idrak edə bilmədilər, yəni çata bilmədilər bu aya. Səbəb ölüm oldu, həyatla vidalaşmaq və əsl həyata qədəm qoymaq oldu, axirət həyatına. Lakin biz hələ bu dünyanın sakinləriyik. Hələ bizim vaxtımız gəlib çatmıyor. Bizə yenə Allah Teala şans verib, ona ibadət eləməyə, ona ruku halında, səcdə halında, həmçinin qiyam halında, onun qabağında qulluq eləməyə və həmçinin oruç tutmağa, malımızdan varsa zəkat verməyə, yoxdursa bacardığı qədər sədəqə, ömrümüzdə heç olmasa bir dəfə həcc eləməyə. Bu şanslar bizə Allah tərəfindən yenidən verilir. Və bu əzəmətli bir neymətdir, böyük bir neymət, lakin çoxu başa düşmür. Çünki neymətin içində olanda insan fərqinə varmır. İnsan neymətdən ayrılanda, uzaqlaşanda başa düşür ki, nə gözəl əlində bir fürsət, nə gözəl əlində şeylər var imiş. Necə məhbus azadlığın, necə xəstə sağlamlığın, necə məşğul boş vaxtın qədrini gözəl bilir. Sən geçsən məhbuslardan soruşsan, desən ki, nə istəyirsən? Deyər ki, heç nə istəmirəm, gedim evə. Heç nə istəməz. Heç nə təmənni etməz. Deməz, gedim mənə 100 min, 500 min, gözəl miniklər, gözəl villalar verin, yaşayayım. Gəl qardaş, gedim bir tikə çörəyim olsun uşaqlarımın yanına. Və məşğul deyər ki, heç olmasa biraz işim xəfifləşsin, yüngülləşsin, 5 dəqiqə oturum. Amma bekar onun qədrini bilməz. Çünki o elə başa düşür ki, belədir. Həyat da qardaşlar təqribən buna bənzəyir, əksinə bundan da şiddətlidir. Ona görə fürsətdir dünya həyatı. Və gərək insan allanmasın. Necə Allah Teala buyurur ki, وَلَا تَغُرَّنَّكُمْ الْحَيَاتُ الدُّنْيَا Dünya həyatı sizi aldatmasın. Çünki alladır. Dünya həyatı insanı alladır. Çoxdur alladıcı şeyləri. Çünki bəzəkdir hamısı. Allah Teala dünyanı bəzək adlandırıb. Bəzi ayələrdə oyuncaq adlandırıb. Bəzi ayələrdə boş şey adlandırıb. Sən təsəvvür gətirirsən, bu boyda şey dağıdacaq. Sən elə belə gəlməsin, ha, yəni. Arada yollarla gələndə insan baxır dağlara, baxır boş sahələrə. Yəni, böyük əzəmətlidir. Təkcə bu Azərbaycanla bitmir ki, bu dünyanın elə yerləri var ki, burada Himalay dağı var, burada dağlar var, böyük çaylar var, okeanlar var. Bunlar hamısı məhv olacaq. Yəsəlunəkə anil cibəl Səndən dağlar barədə soruşurlar. Qul yənsifuhə Rabbi nəsfə. De ki, Rabbim onu yox eləyəcək. Yəni, heç nə deyəcək. Və yədaruhə qa'an safsəfə. Yəni, Allah Teala onun hamısını toz eləyəcək. Baxma, görəsə o necə toz olacaq, Allah bilir. Yəni, bunlar hamısı bizim üçün ibrətdir. Ramazan nə göstərir bizə? Göstərir ki, şans yenə verildi bizə. Yenə imkan oldu oruç tutmaq. Allah bilir, gələn Ramazana kimsə qalar qalmaz, Allah bilir. Qardaşlar, gələn Ramazan çox uzaqdır. Sabahıdan, 5 dəqiqə sonradan söhbət gedir. Ona görə fürsətkən istiğfar elə, tövbə elə. Fürsətkən orucları yaxşı tut. Ola bilər sondur. Çünki hər şeyin sonuncusunu adam biləndə onu gözəl eləyir. Onu düzgün eləyir. Görsən, məsələn, şimdi adamın əlində pulu var, ev tikir. Bilir ki, bundan sonra bir də pul olmaz ev tikməyə. Hər şeyinə fikir verir. Deyir, mən bunu bir dəfə tikirəm. Çünki bilir ki, sonuncudur. Bundan sonra çətin onun ehtimallarına görə, düzdür, ruzu Allah'tandır, amma onun ehtimallarına görə bir də çətin bir ev tikə. Ona belə şans düşə.
Hər şeyinə fikir verir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bu şeyləri izah edəndə nə dedi? Dedi ki, sizlərdən biri istəyirsə yaxşı namaz qılsın, elə bilsin ki, axırıncı namaz qılır. Yəni, bundan sonra namaz qılmayacaq. Yəni, sənə desələr ki, axırıncı namazındır. Qıl qutar üstə, bitir həyat. Deyəkin ki, sən hər şeydən ayrılarsan və köklənərsən o namaza. Yəni, istifadə eləmək lazımdır bu orucdan. Və biz bilirik ki, bu ildə bir dəfədir. İldə hər gün deyil, ayda bir dəfə deyil və 2 aydan bir deyil, bu ildə bir dəfədir. Hər il bir dəfə bir aydır. Müsəlman üçün gözəl mövsümdür. Və bu ayın fəzilətləri çoxdur, şəksiz. Fəzilətlərindən biri Quran nazil olub. Yəni, Allah kəlamını bu ayda nazil edib. Adicə bir dənə hakimdən bir qərar sadir olanda, yəni baş verəndə, yayılanda, ili həmişə deyilir. Filan ildə, filan və il həmişə qeyd olunur. Yəni, düzdür, hakimlər də böyük insanlardılar. Lakin Allah hakimlərin hakimidir. Öz kəlamını 7 qat səma üzərinə nazil edib. 7 qat səmadan yəni. Nazil edib dünya səmasına. Qədir gecəsində. Və Ramazanda da Peyğəmbər sallallahu aleyhi ve sellemin üzərinə nazil olub. Oxu. Səni yaradan Rəbbinin adıyla oxu. Bu ayələr. Doğru görüşə görə Ramazan ayıdır. Allahın kəlamı Ramazan ayıdır. Tarix Ramazan ayıdır. Allahın kəlamının indiyi tarix Ramazandır. Bu kəlam, yəni güngül kəlam deyil. Ona görə bəzi sahabilər deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə vəhiy nazil olanda dəvəsinin ayağı batırdı səhrada, qumun içinə. Çünki ağır gəlirdi ona. Vəhiy ağır gəlirdi. Və gördü ki, tərlədi. Alnından soyuq tər axdı. Vəhyin ağırlığı ona çətin gəlirdi. Ağır sözüydü ona görə. Allah Teala buyurur ki, Quran-ı Kərimdə İnnə sanulqi aleykə qovlən fəqilə. Biz sənə üzərinə ağır kəlmə indirəcəyik. Həm mənaları ağırdır. Yəni, ağırdır yəni. Həm də kəlam özü samballı kəlamdır, Allahın kəlamıdır. Onu qəbul eləmək, aydındır, onu götürmək və sonra onun təbliğatına qalxmaq, biri xoşlayacaq, biri xoşlamayacaq, biri güləcək, biri qovacaq, biri nə bileyim, nə deyəcək, biri vəxşi deyəcək, çıx get buradan. Ağırdır yəni. Özü də ağırdır, gətirdikləri də ağırdır. Yəni, yoxdur Peyğəmbər ki, yəni rahat gəlib yaşayıb və kef edib. Yoxdur Peyğəmbər. Ona görə bəzi qardaşlar dəvətdə biraz çətinliyə düşən kimi əllərini üzürlər. Peyğəmbərin yolunu gedirsənsə olmalıdır. Ona görə Nəcaşi, onun yanına Peyğəmbər s.ə.v-in adamları, mühacirlər gələndə Nəcaşinin yanına, Nəcaşi dedi ki, necədir, nədir vəziyyət? Çünki onlar qovulurdular. Niyə qovulurlar? Siz deyib, buna görə biz tək Allahlığa çağırırıq, biz deyirik, gəlin bədəl yeyək. Yəni, normal şeylərdən bəhs elədi ona. Dedi ki, yəni sizin başınıza gələn Peyğəmbərlərin başına gələndir. Bu, eyni nurdan tökülən bir kəlmədir, eyni yerdən gələn bir şeydir. İsa'ya da İncildə bunlar deyilib, belə dedi. Çünki İsa İncili bilirdi. Həm də iman gətirdi. Gizlin də olsa Nəcaşi iman gətirdi. O, bu göstərir ki, insan gizlin iman gətirə bilər. Gizlin iman gətirə bilər. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Fironun yanında adam vardı ki, gizlin iman gətirmişdi. Firon yanındaydı. Firon məclisində otururdu. Fironun müşavirlərinə idi, iman gətirmişdi. Allah Teala buyurur ki, Musaya gəldi. Bir dənə kişi xəbər verdi, imanını gizlədirdi. Dedi, ey Musa, mən o məclisdə oldum, müşavirə stolunda oldum. Onlar qərar verdilər ki, səni öldürsünlər. Çıx buradan. Musa da çıxdı, qaçdı. Düzdür, səhər oyananda qorxurdu artıq. Necə Allah deyir ki, qorxdu Musa və Misirdən çıxanda da qorxa-qorxa çıxdı. Hələ bildi ki, onu izləyirlər. Bu görsənir ki, normal qorxu olar. Yəni, insan qorxa bilər. Hardansa, necəsə, kimdənsə. Bu, yəni, eyb deyil. Aydındır, normaldır bu. Lakin Musa öz işindəydi. Getdi, sonra dəvətin yenə gəldi, elədi. Yəni, Fironla dəvət elədi Fironu. Yəni, ayələri göstərdi ona. Yenə əsasını atdı, o ilana döndü. O da sehirbazları gətirdi ki, Musaya qalib gəlsin. Sehirbazlar da gördü ki, yox, bu sehir deyil də. Bunlar elədikləri sehirdir. Amma Musa'nın etdiyi ayədir.
Möcüzədir. Onlar da səcdə elədilər. Biz siz necə bilirlər ona görə. Bildilər ki, bunlar axı sehir eləyənlərdirlər. Dedilər, yox, biz bunda iman gətirməsək, bu artıq Allahın bizə dəlilləridir, subutlarıdır. Biz Musaya iman gətirməsək, biz vay halımıza. Firavunla da danışmışdılar ki, kim qalib gəlsə, bax o, yəni sən sehirbazları gətir, mən də Allah tərəfindən sənə ayələrlə gələcəm. Yəni, düz olsan, qəbul edəcəksən. Firavun yenə qəbul eləmədi. Dedi ki, elə sən onların müəllimisən, sehirbazların müəllimisənsən. Sən onları öyrətmirsən. Onlara dedi, sənə əzab verəcəm. Yəni, Firavun dedi ki, onlara sizə əzab verəcəm. Yəni, sehirbazlar dedi, ver, özün nə istəyirlə. Sən bu dünyada eləyə bilərsən. Hələ sehirbazlar iman gətirdilər. Dedi ki, biz iman gətirdik Harunun və Musa Rəbbinə. Düzdür, Firavun özü də iman gətirdi axırda boğulanda, dənizdə boğulur. İman gətirdi. Lakin Allah dedi ki, ey Firavun, indi, yəni, ələn, yəni, indi iman gətirdin, yəni, sən bu qədər ayələr gərək boğulardın. Var elə insanlar, gərək boğula, iman gətirir. Və bəzilər var, deyir, mən iman gətirmişəm. Deyirsən, niyə? Deyir, mən Allah'a inanırım. Deyirsən, niyə? Deyir, qəfəsdə ayə Allah dedi. Yəni, gör insanların imanı nə vəcəkə düşür. Yəni, gərək ayə Allah desin. Gülməlidir bu, əslində. Və deyir, şir nərə çəkdi, Allah sözünü oxşuyurdu. Mən iman gətirirəm. Sənə yəni, kitab bəsədən verir. Sənin kitabın var, sənin peyğəmbərin var, sənin dinin var. Yəni, gərək heyvan bunu dəvət eləyə. Adamlar bunu dəvət eləyə bilmir. Var elə insanlar. Yəni, peyğəmbərlər həmçinin, yəni, ibrət olurlar bizə. Həmçinin. Həmçinin Ramazanda Qədir gecəsi var, qardaşlar. Mühümməsi. Biz artıq 10-cu, neçənci iftardır? 10-cu iftardır. Önə tez keçdi. 10-da iftar elədik. Əlhəmdülillah. İndi o birisi 10-da belə olacaq, o birisi 10 bundan da tez olacaq. Tez gəlib keçəcək. İndi bizim bir dənə Qədir gecəmiz var elə. Qabaqda. İnşallah çalışın o gecəni yəni tapasınız. Axtarın axırıncı 10 gecədə, onu tək gecələrində. Bu o demək deyil, cüt gecələri ged yat. Ged, məsələn, igr oyna. Yox. Fərqi, cüt və ya tək fərqi yoxdur. Otur, Quran oxu, namaz qıl, ya da ged yat. Namaz qıl, oxu. Ona görə sən vaxtı boş keçirsən, sən əleyhibədir. Xüsusən də o boş-boş şeylərdir. Boş-boş şeylər. Qədir gecəsinin 83 ilə bərabərdir. 83 il. Təqribən. Ondan xeyirlidir daha doğrusu. Xayrun deyir Allah. Xayrun min əlfi şəhər. 1000 aydan xeyirlidir. Qədir gecəsində illik qədər təzələnir. Yəni illik qədər, Allah illik qədəri deyir mələklərə. Ki bu illərin nə var, nə yox. Dua elə Allah qədəri xeyrə dəyişsin. Dua elə o. Aydındır, illik bu artıq sezonun şeyi verilir. Sənədləri verilir. Göy əlindən. Aydındır, hər mələyin görəvi verilir. Bu il orada toplantı olur. Və Allah Teala paylayır hərəsinə. Çünki onlar bilmirlər. Aydındır. Yəni və bu şansları, bu necə deyirlər, məqamları qaçırmaq olmaz və istifadə etmək lazımdır. Hamısı böyük hikmətlərdir, böyük mənalardır bunlar. Nə bacarsan etsin, Quranı bir dəfə oxumalısan. Ən azından Ramazanda. Adam var deyir, namaz qılsan çox olur, deyir ki, uzundur. Uzunluğu görürsən, bir yerdə 1 saat durub söhbət edir, ayaq üstü. Sən ya, o şirindir sənə ona görə. Bu sənə şirin deyil. Problem, birdən elə bilərsən, məsələ uzunluqda, qısalıqda daha, yox. Məsələ bizdədir. Mən camal oğlan görmüşəm ki, hətta belə deyim sənə, idmançı falan, 2 rükət diyana bilməyib. Mən qoza kişi görmüşəm ki, gəldir ki, abala, biraz uzun qaldır. Deməli, onun qəlbi güclüdür. O birisinin qolu. İbadətdə də güclü qol lazım deyil, güclü qəlb lazımdır. Güclü qol lazımdır çöldə bayırda, əgər ehtiyac olsa. O da ehtiyac olsa, amma güclü qəlb həmişə lazımdır. Aydındır, ona görə görsən, bəzən yaşlılar dayanırlar, cavanlar çıxır və ya deyir, mənə deyir, uzundur deyir, əlimi belə qaldıra bilmər. Var elə şeylər, təbii ki, bu bizim zəifliyimizdəndir. Heç nə uzun deyil, heç nə də qısa deyil, zəiflikdir. Bəli, mən demirəm, sən cəmaatı 40 dəqiqə saxlayaq, elə də demirəm. O da sünnəyə uyğun deyil, lakin
Lakin yani her şeyin ortası var. Her şeyin tefriti var, ifratı var. Ortası. Adam var deyir elə tez elə qutaraq. Tez elə. Allahu akbar. Yani onsuz da sen gecə namazı Allah bilir qılırsan yoxsa yox. Şanssız da yox. Düşüm səni cəmaatın içine qıl da. Yeganə aydır ki, əgər bir ay gəlsən, qılsan, bir ay dalbadal gecə namazı qılırsan. Yeganə aydır. İnanmıram o bir saylarda kimsə qalxır gecədən 11 rükət. Bəlkə də var elə bilir. Bizim xəbərimiz yox. Aydındır, istifadə elə, yəni demək. Bax belə. Hələ bunlar demək istəyir. Şansdır bizim üçün. Şansın 3də biri getdi. Qalıb 2 dənəsi. İnşallah onu da istifadə edək xeyir üzərində. Allah hamısı üçün xeyirli eləsin. Ramazan inşallah bizim üçün xeyirli olsun və həmçinin hər gün Ramazanda Allahın cəhənnəmdən qurtardığı qulları var. Hər gün. Dua elə ki, Allah Teala sənə də o qurtardığı qullardan etsin. Bəli, Qədr gecəsi də xüsusi. Allah razı olsun. Selamun aleyküm, rahmetullahi ve berekatuhu.